Maşınlarını ictimai nəqliyyat vasitələrinin dayanacaqlarında, yol ayrıcılarında, nişanların altında, hətta piyada keçidlərində saxlayırlar. Dövlət yol polis əməkdaşlarının müdaxiləsinə isə müxtəlif bəhanələrlə cavab verirlər. Gəncədə yol polisləri ictimai nəqliyyatın hərəkətinə çətinlik yaradan sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib. Əsas hədəf isə avtobus dayanacaqlarını qanunsuz zəbt edən taksi sürücüləri olub. İctimai nəqliyyatın dayanacağına 15 metr məsafə Yox, hamı dayanıb da. Elə ona görə də xaşirlik sənədlərini təqdim edir. Avtomobillərini qadağan olan yerlərdə saxlayan sürücülər cərimələrdən müxtəlif yollarla yayınmağa çalışıb. Bütün bunlara baxmayaraq qayda pozan sürücülərə qarşı qanuna müvafiq tədbir görülüb. Hətta maşınlarına yaxınlaşmayan sürücülər də cəzasız qalmayıb. Avtomobillərini ictimai nəqliyyat vasitələrinin dayanacaqlarına 15, yol ayrıcıları və piyada keçidlərinə isə 5 metrdən yaxın saxlayan sürücülərə qarşı reydlər davam etdirilir. 20 yaxın sürücü barəsində müvafiq tədbirlər görüldü. Belə ki, ictimai nəqliyyatın dayanacağına saxlayanlara 40 manat məbləğində cərimə, digər yol ayrıcı və piyada keçidlərində isə saxlayanlara qarşı 20 manat məbləğində cərimə sanksiyalar tətbiq olundu. Şəmsdən Fikrətli, Kamran Əskiparalı, Rüfət Tağıyev, Dünya TV.